Xanım, salam, hər vaxtınız xeyir olsun. Rəfiqə xanım, bu anestezi zamanı anestezidən qorxurlar. Yəni xəstələrimizə nə məsləhət görərsiniz? Necə davranmalıdırlar ki, hansı informasiyanı almalıdırlar ki, onlar anestezi almaqdan qorxmasınlar və çox vaxt bu sovetlərdən qalma bir psixologiya var da ki, narkozdan ayılmaram, belədir, elədir. Bu məsələlərə bir aydınlıq gətirərsiniz, zəhmət olmasa. Mən onlara demək istəyirəm ki, son dövrlər müasir dərmanlar, müasir avadanlıqlar sayəsində bu problemlərin biz üstələmişik. Yəni, belə bir problemlərimizlə rastlaşmırıq. Əvvəllər belə idi ki, aparatlar olmadığı üçün xəstənin hemodinamik göstəricilərini izləmək mümkün olmurdu. Bu çox əvvəllər idi. Yəni, son 20-30 ildə artıq bu problemlər həll olunur. Müasir avadanlıqlar hesabına biz xəstənin bütün əməliyyat boyu pulsudur, təzyiqidir, saturasiyasıdır, ürək döyüntüsüdür, ürək ritmidir, hamısını izləyirik. Ona görə də bütün təhlükəsizlik problemlərini öncədən qarşılayırıq. Aydındır. Tam demək, ürəklə gələ bilərlər də, doktor? Məncə də. Oldu, təşəkkür edirəm, minnətdaram sizə. Çox sağ olun, doktor.